Bugünkü dərsimiz say sistemləri. Say sistemləri. Say sistemləri nədir? Ümumiyyətlə, bizim istifadə elədiyimiz rəqəmlər var. Həmin rəqəmlər nə üçündür? Hardan yaranıb, necə yaranıb? Bunun tarixini bilmirik. Amma say sistemləri bilirik ki, iki cür olur. Bunu riyaziyyatda öyrənmişik və yaxud da indi öyrənəcəyik, fərqi yoxdur. Say sistemləri iki yerə bölünür. Mövqeyli say sistemləri və mövqeysiz say sistemləri. Mövqeyli say yazıram. Bir də mövqeysiz. Mövqeyli, mövqeysiz nə deməkdir? Mövqeyli odur ki, məsəl üçün mən yazıram 425. Yazıram 246. 630, məsəl üçün 4. 562. Baxın, burada fərqli şeylər görürsünüz. Bir görürsünüz ki, 4 var. Burada da 4 var. Burada da 4 var. Ama burada 425, 400 okunur. Burada 246, 40 okunur. 634 ise 4 okunur. Burada 400'dü. Burada 40'tı. Burada 4'tü. Mesela 646'da 6. 6 burada 6 kim okunur? Burada 600 kim okunur? Burada 60 kim okunur? 200 burada 200'dü. Burada 20'di. Burada 2'di. Yani durduğu yerdən asılı olaraq adı dəyişir. Yəni bunun mövqeyi var. Mövqeyinə görə qiyməti dəyişir. Amma mövqesizdə belə deyil. Mövqesizdə vəziyyət odur ki, e, mövqesizdə nələr aiddir deyim, gözünüzün qabağına gələcək. Rum rəqəmləri 1-dir, 10-dur, məsəl üçün 5-dir, 5 yadımdan çıxdı. Sonra 50 var onlarda, 50 L'dir, S 100'dür, D 500'dür, M 1000'dir. Məsəl üçün, M harda işlənsin, istər əvvəldə, istər axırda 10'dur. Məsəl üçün, mən yazmaq istəyirəm 20. 2 dənə 10 yazıram, olur 20. Amma məsəl üçün, burada da məsəl üçün 1, 10 işarəsi yazsam, burada da 10 kimi oxunur. Yəni 10 hər yerdə 10'dur. Aydın oldu. Və ya da 1 hər yerdə 1'dir. İstər əvvəldə işlənsin, istər sonra işlənsin. Yəni bu mövqeysiz say sistemidir. Biz danışacağıq mövqeyli say sistemindən. Mövqeyli say sistemləri bölünür. 2'lik, 8'lik, 10'luq, 16'lıq. Qeyd eləyin. 2'lik, 2'lik. 2'liyin adı binari digitdir. Binari digit. Binari digit də deyirlər buna. İkinci 8'likdir. 8'liyin adı oktaldır. Yunanca oktal. Testə düşə bilər. Və onluq say sistemləri. Onluq desimaldır. Desimal. Və 16'lıq say sistemi var. 16'lıq say sistemi isə heksadesimal. Heksadesimal. Və bunlara aid olanları indi qeyd eləyəcəm qabağından. Deməli, belə deyək də, qırmızı ilə yazmaq istəyirəm. Aha, deməli, bizdə var İkilik say sistemi. İkilik say sistemini siz ancaq görəcəksiniz 0-dan 1. 8'lik say sistemində 0, 1, 2, 3, 4, 5, 6 və 7. 7'ye qədərdir. Daha sonra onluq say sistemi. Onluq say sistemini zaten bilirsiniz. 0, 1, 2, 3. Bunları yazmaqda məqsədim odur ki, görəsiz ki, məsəl üçün, onluq say sistemində onun özü yoxdur. 8'lik say sistemində 8'in özü yoxdur. Məsəl üçün, 2'lik say sistemində 2'nin özü yoxdur, ancaq 0-dan 1-dir. 16'lıq say sistemində 0-dan 9'a qədər olacaq. Elə burada yazdığım orada aiddir. 0-dan 9'a qədər. 9'dan sonra gələcək A, B, C, D, Y, bir də F. A-dan F-ə qədər hərflər. Bəs A-dan F-ə qədər hərflər nəyi bildirir? A-dan F-ə qədər hərflərdə A 10'dur. B 11'dir. C 12'dir.
D 13'tür, Y 14'tür, F 15'dir. Yəni mən 15 16-lıq say sistemində yazıramsa, 15-i belə 15 kimi yazmıram. Bu 15 16-lıq say sistemində 1-5 kimi oxunur. 15 yazmaq istəyirəmsə F ilə yazıram. Yəni siz 16-lıq say sistemdə A, B, C, D, Y, F görəcəksiniz. Məsəl üçün 16-lıq say sistemində 29 belə yazılır. Məsəl üçün belə bir şey yaza bilərik. 2 C bu 16-lıq say sistemindədir. Məsəl üçün 163 16-lıq say sistemindədir. 1, 6, 3-dən istifadə edib. Məsəl üçün 2 Y F 16-lıq say sistemindədir. Məsəl üçün mən ikilik say sistemində bir ədəd yazıramsa 1, 0, 0-dan istifadə edə bilərəm. Da 2 yaza bilmərəm. Bu ikilik say sistemi deyil. İkilik say sistemində ancaq 0 bir də 1 olur. Bu ikilik say sistemidir. Məsələn, 8-lik say sistemində 1, 2, 7. Məsələn, bu 8-lik say sistemində ola bilər. 10-luqda da ola bilər 127. 16-lıqda da ola bilər. Məsələn, bura 8 olsaydı, bu 8-likdə deyil. Bu ya 10-luqdadır, ya da 16-lıqdadır. Yaxşı, keçək danışaq çevirmələrdən. Çevirmələr nədir? Nə işə yarayır? Bir də sizə ən böyük, ən kiçik söhbətini demədim, onu da deyim. Deməli, yadınızda saxlayın. 16-lıq say sistemində ən böyük ədəd nədir? F. 16-lıq say sistemində ən böyük iki rəqəmli ədəd F-dir. Necə ki, 10-luq say sistemində ən böyük ədəd 9-dur. Biz deyirik ki, 10-luq say sistemində ən böyük ədəd 99-dur. 10-luq say sistemində. Eləcə də 16-lıq say sistemində ən böyük iki rəqəmli ədəd FF-dir. 8-lik say sistemində ən böyük ədəd 77-dir. İkilik say sistemində də ən böyük iki rəqəmli ədəd 11-dir. Bunu da testlərdə görəcəksiniz. Keçirik. Bir də belə bir cümlə deyim. İmtahanlarda düşür. Kim istəyirsə qeyd eləsin. Say sisteminin əsası onu təşkil edən simvolların sayıdır. Baxın, say sisteminin əsası onu təşkil edən simvolların sayıdır. Bu cümlə nə deməkdir? İkilik say sistemində deyiləm, 2 dənə. 8-lik say sistemində deyiləm, 2, 4, 6, 8 dənə. 10-luq say sistemində 2, 4, 6, 8, 10 dənə. Yəni, say sisteminin əsası budur. İkilik say sistemi, 8-lik say sistemi, 10-luq say sistemi, 16-lıq say sistemi. Əsası onu təşkil edən simvollar. Simvollar 0-1-dir. Simvollar 0-dan 7-yədir. 0-dan 9-adır. 0-dan 9-a plus A, B, C, D, Y, F. Bu isə 16-lıq say sistemidir. Tamam. Bunlardan danışdıq. İndi gəlin çevirmələrdən danışaq. Keçidlərdən danışaq. Bunları silim. Keçidlər nə keçidi? Məsəl üçün, 2-likdən 8-liyə keçmək, 8-likdən 16-lığa keçmək, məsəl üçün, 10-luqdan 8-liyə keçmək. Bunlar hamısı, belə deyək, keçidlərdir. Necə keçəcəyik? Hərəsinin hamısının yolu var. Deməli, məsəl üçün, birinci qaydanı öyrənək. 10-luq say sistemindən, 10-luq say sistemində hansısa verilmiş ədəddən, x bir ədəddən, hansısa başqa say sisteminə keçmək üçün, başqa say sisteminə, digər yazıram bura, digər say sisteminə keçmək üçün. Digər say sistemi, məsələn, 2-lik say sistemi ola bilər, 8-lik say sistemi ola bilər və ya 16-lıq say sistemi ola bilər ki, fərqi yoxdur. 2-lik olsun, 8-lik olsun, 16-lıq olsun, fərqi yoxdur. 10-luqdan digər say sistemlərinə keçmək istəyirsənsə, bölə-bölə keçəcəksən. Bunu özündə qeyd elə. Bölə-bölə. İndi nə demək olduğunu mən deyəcəm. Bu bölə-bölə. Bölə-bölə necədir? Məsəl üçün, verib 67 10-luq say sistemində. Deyir ki, keç 8-lik say sisteminə. Neyniyəcəm? 67-ni
böləcəm 8-ə. Düşəcək 8, 3 qalıq. Bu 8-i də təzədən yenə 8-ə bölürəm. Çünki axı 8-ə bölünür. 8-ə bölünürsə mən də 8-ə bölüm də. Bura düşəcək bir dəfə, burada düşəcək 0 qalıq. Qalıqları dairəyə alırsınız. Həmçinin bu axırda alınan ədədi də dairəyə alırsınız. Niyə? Çünki indi bunları düzəcəyik. Necə düzəcəyik? Axırdan əvvələ doğru. 1, 0, 3. Bizdə alındı 103. Cavab 8-lik say sistemində 103. Və yaxud da sizə verib məsəl üçün 173 onluq say sistemində. Deyir ki, keç 16-lıq say sisteminə. 16-lıq say sisteminə. 173-ü böləcəksiniz 16-ya. 17-nin içində 16 bir dəfədir. Buradan 16-nı çıxacaq, qalacaq 1, 3 də yanına düşür 13. 13 də 16-ya bölünmür, qalır 0. Deməli, 173-ün içində 10 dənə 16 var. O da bilirsiniz ki, onu 16-ya vuranda 160 eləyir də. 160 var bunun içində, 13 də qalıqdır. 13-ü belə saxlaya bilmərsiniz. 16-lıq say sistemində 13 nə idi? Sayıram. 16-lıq say sistemində A, B, C, D, Y, bir də F var idi. A 10-dur, B 11-dir, C 12-dir, D 13-dür. Deməli, D yazıram. 10-u təzədən 16-ya bölə bilmirsiniz. Çünki 10 16-ya bölünmür, balacadır. 10-u da belə saxlaya bilmərsiniz. Bu deyil sizin bir cavabınızdır. İndi ona baxıram. 10 A-dır. Bu da A-dır. Şu, axırdan əvvələ düzürsünüz. Birinci A gələcək, sonra D gələcək. Olacaq 16-lıq say sistemində. Və yaxud da baxaq başqa birinə. Başqa bir misala baxaq. Məsəl üçün, kiçilik say sisteminə çevirək. Yəni, bunlar birdən-birə olmur. Məsəl üçün, indi baxırsınız, müəllimə başa düşmədim. Narahat olmayın, yəni başa düşməmək deyil. Sadəcə hələ tam dərk eləmirsiniz. Əgər indiyə qədər başa düşməmisinizsə, indi mən sizə bir neçə dənə yolunu da göstərəcəm. Onları da qulaq asın, başa düşəcəksiniz. Məsələn, baxın, mən 48-i 48 onluq say sistemindədir. Bunu keçirtmək istəyirəm ikilik say sisteminə. 48-i ikilik say sisteminə keçirtmək üçün nə edirəm? 48-i bölürəm 2-yə. Bölə-bölə gedirəm. 2-yə böləndə 24, 0 qalıq. 24-ü 2-yə böləndə 12, 0 qalıq. Bu sıfırlar lazımdır bizə. 12-ni 2-yə böləndə 6, 0 qalıq. 6-nı 2-yə böləndə 3, 0 qalıq. 3-ü 2-yə böləndə 1, 1 qalıq. Bu biri də götürürsünüz. Deməli, bizim ədədimiz nə ilə başlayır? Biz buradan başlayacağıq axı saymağa. 1-dən başlayır. 1, 1, 0, 0, 0, 0. İkilik say sistemində. Daha sonra, məsələn, baxa bilərik, məsələn, 37-ni bir dəqiqə silək, rahat yazacaq. Yuxarını silək. Məsəl üçün, 37-ni, 37 ikilik say, onluq say sistemindədir. 37 onluq say sistemindədir. Mən keçirtmək istəyirəm ikilik say sisteminə. İkilik say sisteminə. İkilik say sisteminə keçirmək üçün 2-yə bölə-bölə gedəcəksiniz. Amma onluqdan nəyəsə keçirsinizsə, ha. Baxın, yuxarıda qayda necə verilib? Onluqdan digərinə keçmək istəyirəmsə, 2, 8, 16, başqasına keçmək istəyirəmsə, ya da 5-lik say sistemi olsun, fərqi yoxdur. Keçmək istəyirəmsə, bölə-bölə gedəcəm. 37-ni böləcəm 2-yə. Düşəcək 18. 1 qalıq qalır. 18-i bölürəm 2-yə. Düşəcək 9. 0 qalıq qalır. 9-u böləcəm 2-yə. 4 düşür. 1 qalıq qalır. 4-ü bölürəm 2-yə. 2 düşür. 0 qalıq qalır. 2-ni də bölürəm 2-yə. 1 düşür. 0 qalıq qalır. Başlayıram buradan bura qədər düzməyə. Deməli, 1,
2 dənə 0, 1, 0, 1. Bu da mənim cavabım. Bu onluq say sistemindən ikilik say sisteminə keçmək üçün istifadə olunan üsuldur. Başqa bir dənə də yazaq. Məsəl üçün 8-liyə keçmək yazaq. Ondan sonra keçək digər üsulumuza. Bir dəqiqə. Aha. Bir dənə də məsəl üçün yazaq. Məsəl üçün 248 onluq say sistemində keçirdək bunu 8-lik say sisteminə. X 8-lik say sistemində. Necə keçəcəm? 248-i 8-ə bölə-bölə gedəcəm. 248-i 8-ə böləndə 3, 31, 0 qalıq qalır. 31-i 8-ə böləndə, siz belə bölə bilmirsinizsə, çubuqlu kimi də yaza bilərsiniz. Yəni, axırda lazımdır ki, qalığı tapasınız. Sizə qalıq lazımdır. 31-i 8-ə böləndə içində neçə dəfə var? 4 dəfə yox, 3 dəfə. 24, 31-dən 24 çıxanda eləyəcək 7. 7 qalıq qaldı. 3-ü 8-ə bölmək olur təzədən? Yox. Cavabımız elədi 370. 8-lik say sistemində. Yəni, yolumuz sadədir. Çox da çətin bir şey yoxdur. Daha sonra keçirəm digər yolumuza. İkinci üsulumuz nədir? İkinci üsulumuz digərlərindən onluğa keçmədir. Digər say sistemlərindən onluq say sisteminə keçmədir. İndi yazacağıq. İkinci. İkinci belə olacaq. Digər say sistemləri x digər. Yəni 2-lik olsun, 8-lik olsun, 16-lıq olsun, fərqi yoxdur. Keçirdirəm bunu onluq say sisteminə. İndi onluğa necə keçəcəm, onu öyrənirəm. Məsəl üçün, mənə verib 1, F, 9. 16-lıq say sistemində. Bunu onluğa keçirtməliyəm. Necə keçirdəcəm? Yadınızda saxlayın. Başlayırsınız ən sonuncu rəqəmdən. Başına yazırsınız 0, 1, 2, əgər yenə varsa 3, 4, 5, düzə gedirsiniz. Sonra nə edirsiniz? Yazılan ədədi neçədirsə 1, vururam qüvvətin üstünə. Qüvvət neçədir? 16. 16, bunun üstündə hansı rəqəm var? 2. Qoyursunuz bunun təpəsinə. 16-nın kvadratı. Üstə gəl. Digərinə keçirəm. F neçə idi məndə? 15. A 10-dur, B 11-dir, C 12-dir, D 13-dür, Y 14-dür, F 15-dir. Yazıram 15 vur 16 üstü 1. 16 əsasımı yazıram. Qüvvətinə nə yazacağım? 1. Üstə gəl. 9 vur 16 üstü 0. Bərabərdir. 1 vurulsun 16-nın kvadratı 256. Üstə gəl. 15 vurulsun 16 240. Üstə gəl. 16 üstü 0 1 eləyir. 9 vurulsun 1 9. Bunları da toplayaq. Deməli 5 0 5. Aha 505 onluq say sistemində. Məsəl üçün, gəlin başqa birini yazaq. Məsəl üçün, yazaq 58, daha doğrusu 54 8-lik say sistemində 54 8-lik say sistemində. Bunu keçirdək onluq say sisteminə. Necə keçirdirəm? Heç nə. Yazıram başına. 0, 1. Olsa yenə düzəcəksiniz. Yazdınız. İndi başlayırsınız. 5 vurulsun. 8 üstü 1.
üstəgəl 4 vurulsun 8 üstü 0 bərabərdir. 5 vur 8 40 üstəgəl 4 vur 8 üstü 0 neçə eləyəcək bizdə? 1. 4 vur 1 4. 40 üstəgəl 4 44. Və yaxud da bizə belə bir ədəd versin. Versin 140, 170 və yaxud da belə 1752 olsun 8'li say sistemində. Keçək onluq say sisteminə. 0, 1, 2, 3. Nə yazıram? 1 vurulsun 8 üstü 3. Üstəgəl 7 vurulsun. Baxın, ədədin özünü vururam birinci. 1'i, sonra 7'ni. 7 vurulsun 8 üstü nə? 2. Üstəgəl 5 vurulsun 8 üstü nədir qüvvəti? 1. Üstəgəl 2 vurulsun 8 üstü 0. 8 üstü 3 8'in kubu 512 eləyir. Yox, səhv dedim deyəsən. 8'in kubu 512 eləyir. 8 vurulsun 8 vurulsun 8. 512 eləyir. Çaşdım, o birisi ilə qarışdırdım. 8'in kvadratı 64. Bir də onu vuracam 7'yə. O da 448. O da üstə gəlinsin. 5 vur 8 40. O da üstə gəlinsin. 8 üstə 0 1'dir. 2'nin üstünə 2 vurulsun 1 2. Toplayıram. 448 üstə gəl 512 bizə verəcək 960. Üstünə də 42 gələk. O da eləyəcək bizə 1002. Belə. Yəni, ikinci üsulumuz da budur. Bir dənə ikilik say sistemində göstərim sizə. 8 göstərdim, 16 göstərdim. İkilik say sistemi göstərmədim. İkilik say sistemini də göstərim sizə. İkilik say sistemində isə belə olacaq. Məsəl üçün 1 0 0 0 0 1 1 1 0. Bu ikilik say sistemindədir. Keçirdirik. Necə keçirdəcəyik? Başına heç nə yazırsınız. 0 1 2 3 4 5 6 7 8. İndi yazarsınız. 1 vurulsun 2 üstü 2 üstü nə? 8. Üstə gəl. Sıfırları yazmağa ehtiyac yoxdur. Məntiqlə baxanda 0 vurulsun olacaq. 0 vurulsun 2 üstü 7. Sən 0 vurulsunu neynirsən ki, boş-boşuna yazırsan? Bax, gedir axı. Ona görə 0 vurulsunu yazmırım. Üstə gəl. Sıfırlar gedir. Bu getdi, bu getdi, bu getdi, bu getdi. Baxıram 1'ə. 1 vurulsun 2 üstü 3. Üstə gəl. 1 vurulsun 2 üstü 2. Üstə gəl. 1 vurulsun 2 üstü 1. Sıfırı da yazmıram. Bərabərdir. 2 üstü 8 edir 256. 2 üstü 3 8. 2 üstü 2 4. 2 üstü 1 də 2. Toplayırıq. 8 4 2 eləyir 14. 256'nın da üstünə 14 gələndə 270. Onluq say sistemində. Bu onluğa keçməkdir dostlar. Deməli, bu belə. İstəsəz bura qədər baxıb videoya, daha sonra bir neçə dənə məsələ işləyib daha sonra qayıtsaz, elə də olar. Və yaxud da əgər bura qədər, yəni heç nə problemsizdirsə, yəni hər şey tam başa düşmüsünüzsə, bundan sonraya da baxmağınız daha yaxşı olar. Yox, əgər nəsə qarışdıracaqsınızsa, deyirsən ki, yox, mən bura qədər baxdım, qoy biraz dincəlim, ondan sonra davam eləyərəm. Əgər beyniniz qarışdısa. Yox, qarışmazsa davam eləyə bilərsiniz. Üçüncüdə necə olacaq bəs? Üçüncü yolumuz nədir?
İkilikdə olan say sisteminin 16'lıq say sisteminə keçirilməsi. Niyə bunun bir yolu var? Çünki ikilik say sistemindən promoy 16'lıq say sisteminə keçmək ucu başqa yoldur. Deyirsiniz ki, ay müəllimə, mən belə eləyərəm də, ikilikdən keçərəm 10'luğa, ikilikdən keçərəm 10'luğa, 10'luqdan da keçərəm 16'lığa. İkilikdən 10'luğa necə keçirdik? Üstünə 0, 1, 2 yazırdıq başına, bayaqki kimi. 10'luqdan da 16'lığa keçmək üçün bölə-bölə gedəcəm. Ama o biraz uzun olur. Yani imtahan belə deyək də, müddəti üçün o əlverişli deyil. Yəni, məsələn, 2 dəqiqə vaxtımız gedəcək də ona. Ona 2 dəqiqə vaxt xərcləməkdənsə, 1 dəqiqəyə bunu tapa bilərsiniz mən dediyim yolla. Mən dediyim yol sizə çətin gələrsə, onda biz şey eləyərik. Keçərik, nədir onun adı? Digər yəni yola. İndi baxırıq necə. İkilikdən 16'lığa necə keçərik? Yol belədir. Özünüz üçün qeyd edirsiniz. 4, 4 ayır. 4, 4 ayır. Başına 8, 4, 2, 1 yaz. Yol belədir. Necə? Məsəl üçün, onluq say sisteminin, ikili say sistemində olan bir ədəd verir bizə. Özümdən ikili say sistemində olan bir şey yazım. Belə bir şey verib. Birincisi 16'lıq say sistemi 2 üstü 4 bax 16. Ona görə 4, 4 ayırırıq. Əgər 4, 4 niyə ayırırıq? Məsəl üçün, mən deyirəm ki, tələbə 4, 4 ayır. Deyir, niyə ayırırıq? Məğzini bilmək istəyirsinizsə 16, 2 üstü 4'dür. Belə də yazdığınızda saxlaya bilərsiniz. Yəni, üsul olaraq ki, əgər 16'lıq say sisteminə keçmək desə, 16 2 üstü 4 olduğuna görə 4 4 ayırasınız. Həmişə axırdan başlayın ayırmağa. Çünki əvvəldən başlayanda axırda nəsə qalmasın burada 3 dənə. Əvvəldə 3 dənə qalsa olar, amma axırda olmaz. Həmişə axırdan başlayın. Tələbə başlayır əvvəldən 3-3 bölməyə. Əvvəldən niyə bölürsən? Axırdan başla. Ümumiyyətlə say sistemi hər şey axırdan olur. Axırdan baxın söhbətə. Burada 4, burada 4, burada da 4. Böldük. Başına 8 4 2 1. 8, 4, 2, 1. 8, 4, 2, 1. 8, 4, 2, 1. Burada 2 dənəsidir deyə, sonuna 2, 1. Yəni 8 ilə 4 boşdur. Ne edəcəksiniz? 1 harda varsa birlər. Birlər harda varsa həmin rəqəmləri toplayırsınız. 1 var burada. Burada da 1 var. 4 ilə 2 toplayırsa neçə eləyir? 6. 1 hardadır? Burada. 8, 2 neçə eləyir? 10. Sən 16'lıq say sistemindəsən də. Götürüb bura 10 yaza bilərsən? Yox. 10 bizdə nədir? A. 8, 4, 1. 8, 4, 1. Bura 0'dır deyə buranı götürmürəm. 8, 4, 1. 8 üstə gəl 4, 12. Üstə gəl 1, 13. 13 bizdə nədir? A 10'dur. B 11'dir. C 12'dir. D 13'dür. Baxıram bura. Burada bir dənə 2-dir. Şu. 16'lıq say sistemində mənim ədədim olacaq. 2D A6. Bu oldu mənim 16'lıq say sistemində çevirməm. Mənim cavabım olacaq 2D A6. Bir dənə də göstərək. Bir dənə də baxaq bu yola. Məsəl üçün, belə bir şey verib mənə. Çox böyük yazıram ki, məğzini anlayasınız. Yəni, bir yerdə eləyək ki, heç yazanda nəysə, xırdanı onsuz da rahat yaza bilərsiniz. Əsas odur ki, genişi başa düşəsiniz. 4, 4 ayırırıq. 4, 4. 2, 4. 2, 4. Aha, ayırdıq. Başına nə yazıram? 8, 4, 2, 1. Buradan başlayıram. 8, 4, 2, 1. 8, 4, 2, 1. 8, 4, 2, 1.
Burada da burada da 2 ilə 1. Başlayırsınız yazmağa. Birlər hardadır? 8 ilə 4. 8 ilə 4-ü toplayıram, eləyir 12. 12 nədir? Burama 12-ni yaza bilmərik axı. A 10-dur, B 11-dir, C 12-dir. 8-dən 2 10. A 10-dur. 8-dən 4 12. C 4 2 1 6. Yox, 6 eləmir. 4 üstə gəl 2 6 üstə gəl 1 7. 7. 2 ilə 1 də 3. Mənim ədədim 16-lıq say sistemində 37 CAC 16-lıq say sistemində. Birdən düşünərsiniz ki, bura niyə 8 4 2 1 yazırıq ki? Mən 16-lıq say sistemindəyəm axı. 16-lıq say sistemi 2 üstü 4-dür. Bu 8 4 2 1 bu 2 üstü 3-dür. Bu 2 üstü 2-dir. Bu 2 üstü 1-dir. Bu da 2 üstü 0-dır. Yəni bu da bir qaydadır da belə deyək. Qısa yol kimi bir şeydir. Dördüncü qaydanı deyirəm sizə. Dördüncü qaydada buna oxşuyur. Amma o 8-lik say sisteminə keçməkdir. 2-likdən 8-liyə keçmək üçün istifadə olunur. 2-likdən 8-liyə. Necə? İndi. Deməli, bircə dəqiqə. Aha. İndi yazırıq nə? Say sistemləri. Dördüncü qaydamız. Dördüncü qaydamız olacaq. İkilikdən bir də 16-lıqdan 2-liyə keçməyi deyim ondan sonra. 16-lıqdan bəs necə 2-liyə keçəsiz? 2-likdən 16-lığa keçməyi bildiniz. 4 4 ayırdınız. 4 4 ayırdınız. Başına 8 4 2 1 yazdınız. İndi 16-lıqdan 2-liyə keçməyi bilin. 16-lıqdan 2-liyə keçməyin yolu bayaq 8 4 2 1 yazmışdıq başına. İndi necə eləyəcəyik? Məsəl üçün sizə belə bir ədəd 16-lıq say sistemində bir rəqəm verib. Yazıb ki 3 A F 5 Y. 16-lıq say sistemində belə bir şey verib. Bunu 2-liyə keçirtməlisiniz. Bunu 2-liyə keçirtmək üçün nə edəsiniz? Ayrı-ayrı yazasınız aşağıda. Biraz aralı. 3A F 5 Y. Ayrı yazandan sonra nə edirsiniz? Ayırırsınız. Tək-tək ayırırsınız. Auje. 4-4 ayırmırsınız. Tək-tək ayırırsınız. Başına yazırsınız. 8, 4, 2, 1. 8, 4, 2, 1. Fərqi yoxdur. Əvvəldən başlayın və yaxud da sonradan başlayın. 8, 4, 2, 1. 8, 4, 2, 1. 8, 4, 2, 1. Gəlin elə buradan başlayaq. 3 nədir? 8, 4, 2, 1-də 3-ü necə qurarsınız? 8-in üstünə 4 gəlsəm 3 eləməz. 4-ün üstünə 2 gəlsəm 3 eləməz. 2-nin üstünə 1 gəlsəm 3 eləyər də. Elə deyil. Oy, 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 oy. Bizə dəqiqə, bizə dəqiqə. 8-in üstünə 4 gəlsəm 3 eləyər də. Elə deyil. Deməli, mən 8 ilə 4-ü yox, 2 ilə 1-i götürərəm. 2 üstə gəl 1, 3 eləyər. 2 ilə 1-ə onda nəsə elədim. Bizə dəqiqə, bayaq nəsə əlimdə idi. İndi bizə dəqiqə. Aha. Deməli, indi mən 3-ü qurmalıyam da, elə deyil. 3-ü dedik ki, 8 ilə 4 yaza bilmərəm. Bura 2 ilə 1-i yaza bilərəm. Biz bayaq nə dedik? Birləri toplamırdıq. İndi də nəyləri toplayanda 3 eləyirsə, onların başına 1 yazırıq. Qalanlarına 0 yazırıq. Məsəl üçün, A 10-dur da, elə deyil. A 10-dur.
Mən onu düzəltmək üçün nə ilə nəyi toplayaram burada? Mesela 4, 2, 1'i toplasam 7 eləyər, olmaz. 8 ilə 4'ü toplasam 12 eləyər, olmaz. 8 ilə 2'ni toplayaram da, elə deyil. Deməli 8 ilə 2'yə 1 qoyuram, qalanlarına 0. Məsələn F 15'dir. 15 maksimumdur. 8'in üstünə 4 gələcək 12. 12'nin üstünə 2 gələcək 14. 14'ün üstünə 1 gələcək 15. Deməli hamısından istifadə elədim. Ona görə hamısına 1 yazıram. 5'i düzəltmək üçün. 5'i düzəltmək üçün 4'dən 1'i toplayaram. Qalanlarına 0. Y 14'dür də bizdə. 14'ü düzəltmək üçün. 8'in üstünə 4 gələrəm 12. 12'nin üstünə 2 gələrəm 14. Deməli mən 8'dən, 4'dən, bir də 2'dən istifadə elədim. Всё. Mənim ədədim düzəldi. Ədədim nə olacaq? Yazıram buradan. 0, 0. Buradan başlayıram. 1, 1. 1, 0, 1, 0. 4 dənə 1. 0, 1, 0, 1. 0, 1, 0, 1. 2 dənə, 3 dənə 1, bir dənə 0. 3 dənə 1, bir dənə 0. Bu oldu sizin ikili say sistemində ədədimiz. Mən biraz böyük ədəd yazdım. Bunu balaca formasında yazıb həll eləyə bilərsiniz. Məsəl üçün, biraz rahat formasında həll eləyək. Tam öyrəşin. Bilin, yəni məğzini. Bir dəqiqə. Deməli. Məsəl üçün, belə bir ədəd yazaq da bura. Yazaq. Məsəl üçün, 5A. 5A. Bu 16'lıq say sistemində olan bir ədəddir. 2 yerə ayırırsınız. Başına yazırsınız. 8, 4, 2, 1. Burada 8, 4, 2, 1. Yazdınız. Всё. Mən 5'i necə düzəldim? 4 ilə 1'i toplayayım. 4 ilə 1'ə 1 qoyursunuz. Qalanları olur 0. Onu necə düzəldim? 8-dən 2'ni toplayayım. Qalanlarına qoyuram 0. Всё. Sizin ədədiniz oldu. 0, 1, 0, 1, 1, 0, 1, 0. İkili say sistemində. Всё. Digər qaydanı deyəcəm. Digər qayda 8'liyə aiddir. 8'li say sistemindən, daha doğrusu ikili say sistemindən 8'liyə keçmək üçün istifadə olunur. 16'lığa çox oxşuyur. 5-ci qaydadır bu. Deməli, x ikilikdən keçirəm x 8'liyə. Yorulanda videonu saxlayın, ondan sonra qayıdın, təzədən baxın. Çünki bunlar hamısını ardıcıl izah eləyirəm. Ola bilər ki, hamısını ardıcıl baxa bilmərsiniz. Amma belə deyək də, ardıcıl baxa bilməsəz, ara verin, sonra baxın. Deməli, ikili say sistemində olan bir ədədi 8'lik say sistemində olan bir rəqəmə çevirmək üçün başına birinci 3-3 ayırırıq. 3-3 niyə ayırırıq? Çünki 2 üstü 3'dür. 2 üstü 3 olduğuna görə, bayaq 2 üstü 4 idi axı 16'lıq say sistemində 4-4 ayırırdıq. İndi 2 üstü 3'dür. Ona görə 3-3 ayırırıq. 3-3 ayır və başına 4-2-1 yazırıq. 4-2-1. Diqqətli olun. Məsəl üçün, belə bir ədəd yazaq. 0, 1, 0, 1, 1, 1, 1, 0, 1. Belə bir ədəd. Gəlin çevirək. 3-3 bölürəm. Başına yazıram. 4, 2, 1. 4, 2, 1. 4, 2, 1. 4, 2, 1'i yazdınız. Hesablayırsınız. Buradan nə çıxır? 2. Burada hamısında toplayıram. 4, 2, 1. Toplayıram, eləyir 7. 4 ilə 1'i toplayıram, eləyir 5. Всё. Mənim ədədim olur 275. 8'lik say sistemində. Və yaxud da başqa bir formasını göstərim. Məsəl üçün 1, 1, 0, 0, 0, 1, 0, 1, 0, 1, 1. Gəlin keçək bunu. 3-3 ayırırsınız. Videonu saxlayıb özünüz həll eləyib sonra da cavabını yoxlaya bilərsiniz ki, bu daha yaxşıdır.
Başına 4, 2, 1 yazıram. 4, 2, 1, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. Hansılar aktivdir? Birlər. 2 ilə 1. Toplayıram eləyir 3. Hansılar aktivdir? Heç biri. Aktiv nə demək istəyirəm? Yəni birlər. Birlər olanı toplayıram axı. Heç biri. Ona görə 0. 4 ilə 1. Toplayıram eləyir 5. 1 ilə 1. Yəni 2, 1. Toplayıram eləyir 3. Mənim ədədim olur 3053. 8-lik say sistemində. Belə. İndi gəlin axırıncı olaraq son qayda 8-likdən ikiliyə keçmək. 8-likdən ikiliyə. 8-likdən ikiliyə necə keçəcəyik? Bayaq necə 16-lıqdan keçdik? İndi 8-likdə də elə. Məsəl üçün bir ədəd verib mənə. Məsəl üçün 127 verib. Ayrasız 127-ni tək-tək başına yazarsınız 4, 2, 1. Bunu da başına yazarsınız 4, 2, 1. Bunu da başına yazarsınız 4, 2, 1. Mən bu ədədlərdən necə 1 çıxardım? Təbii ki, bu 1-lə də. Bu 1 eləyir məndə 1. Qalanlarına 0 yazıram. Yox, təkcə bu 1-dən istifadə elədim. Elə deyil. Onda məndə belə deyək, aktiv olur ancaq 1 xanası. Ondan sonra 2. 2-ni belə deyək, çıxartmaq üçün ancaq bu 2-dən istifadə eləyərəm. Qalanlarına qoyuram 0. 7-ni düzəltmək üçün 4-ün üstünə 2, üstünə də 1 gələcəm. Ona görə 1, 1, 1. Mənim cavabım olacaq 0, 0, 1, 0, 1, 0, 1, 1, 1. Və yaxud da, məsəl üçün, belə bir ədəd yaza bilərik. 320, belə, bizə dəqiqə. Aha, belə. Böldük. Neynirik? Başına yazırıq 4, 2, 1. 4, 2, 1. 4, 2, 1. Sonra indi keçəcəyik ikiliyə. İkiliyə necə keçirik? 3-ü necə düzəldərəm? 2 ilə 1-dən. Başına 1 yazıram, 4-ə 0 yazıram. 2-yi necə düzəldərəm? Bu 2-dən. Bura yazıram 1, qalanlarına yazıram 0. 4-ü necə düzəldərəm? Bu 4-dən. Bura yazıram 1, bura yazıram 0. 7-ni necə düzəldərəm? 4, 2, 1-dən. 1, 1, 1. Mənim cavabım olacaq 0, 1, 1, 0, 1, 0, 1, 0, 0, 3 dənə də 1. Say sistemləri bu qədər. Bilirsiniz ki, 0 belə deyək, say sistemi 0. Ümumiyyətlə 0 bütün say sistemlərində var. 1 bütün say sistemlərində var. Bunlarda çaşmayın. Əlavə testləri işləyəndə daha yaxşı möhkəmlənəcək inşallah bu suallar. Oldu.